Dövlət ipotekasından yararlı paket kutusu alıb belə bir 3 otaqlı evi çəkib sizlərə təqdim edirəm, hörmətli izləyicilər. Masazırda yerləşir 6 nömrəli məktəbin çox yaxınlığı asfalt yolunun üzərindədir. Sağda gördüyünüz evin dəyəri 65 mindir, bunun dəyəri 67 min, bu isə 69 mindir. Həyətən sahənin ölçüsünə görə dəyişir. Baxın, çöl görünüşü bu qaydadadır. Yerdən olduqca kürsülüdür. Evin böyük əksəriyyəti istipolla təchiz olunub. Çox hündür, rütubətsiz, ala bir ərazidə qazın suyun işığın fasiləsiz olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidə həyətyan sahəyə 2 maşın daxil ola bilər. Darvazanın ağzında da trap döşənilib. Kifayət qədər hündür, ala bir ərazidə, hörmətli izləyicilər. Kombo aparatı burada quraşdırılacaq. Qaz xətti mətbəxə və kombo aparatına çəkilib. Həyətyan sahəyə bir daha baxaq. Mən sizə digər qeyd etdiyim evlərin də təqdimatını aparacağım sizin üçün. Yaxınlığında məktəbi bağçası, yaşayış obyektləri, iri supermarketlər şəbəkəsi hər biri yerləşməkdədir. Mətbəx burada nəzərdə tutulub. Ara kəsmə eləyib, qapada da bilərsiniz bu hissəni. Qrant olan yerlər istipoldur hər biri. Girişdə sağda yerləşir evin qonaq otağı. Deməli, sənədlər paket kupçadır, ev və torpaq kupçalıdır. Dövlət ipotekası ayrılmış şəxslər müraciət edə bilər. Deməli, daxili kreditlər satılmır, yalnız Dövlət ipotekası ayrılmış şəxslər müraciət edə bilər. Burası evin sanuzeldir. Masazır 6 nömrəli məktəbin yanı asfalt küçənin üzəri. Evin qiyməti 67 min manatda, alıcılara yaxşı endirim nəzərdə tutulub. Cüt kubiklə inşa olunub 40-40 təməl üzərində və mərtəbənin yekununda beton kəmər atılıb. Əlaqə saxlamağı unutmayın, sağ olun, hələlik.